Salam, xoş gördük, hörmətli tamaşaçılar. TNS TV-nin növbəti canlı yayım buraxılışıdır. Doğru məkandasınız. Bugün may ayın 9-u 2025-ci ildir. Studiyada mənəm Tural Səfər. Mayın 9-u faşizm üzərində qələbə günüdür. Bu qələbənin əldə edilməsində Azərbaycan xalqının da çox böyük rolu var. Ona görə də hər il 9 may qələbə günü Azərbaycanda da qeyd olunur. Həmin dövrdə xidməti olan insanlar xatırlanır, yad edilir. Bu Rusiyada da qeyd olunur, Rusiyada da parad keçirilir. Bu il faşizm üzərində qələbənin 80 illik yubileyidir və Moskvada böyük bir parad keçirilib. Müxtəlif dövlət başçıları bu paradda iştirak ediblər. Amma Azərbaycan prezidenti Cənab İlham Əliyev Moskvada keçirilən parada getməyib. Bunun təbii ki, əsaslandırılmış səbəbləri var. Biz bugünkü proqramımızda bu məsələlərdən də danışacağıq. Rusiya prezidenti Vladimir Putin paraddakı çıxışında bir sıra mesajlar verib. Ukrayna ilə bağlı da müəyyən mesajları olub. Biz bu məsələyə də toxunacağıq və bir sözlə gündəmin əsas mövzularını müzakirə etməyə çalışacağıq. Studiyamızın qonağı Alyans Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert, hörmətli Abdullah Səmədovdur. Abdullah, xoş gəlmisiniz. Xoş gördük, təşəkkür ederim. Mən sizi təbrik edirəm bayram münasibətlə, çünki 9 may qələbə günü bayramdır. Həqiqətən bizdə də qeyri-iş günüdür. Azərbaycan xalqının burada çox böyük rolu olub. Yəni biz həm də öz qələbəmizi qeyd edirik. Halal qələbəmizi qeyd edirik. Bəzən buna ağız büzənlər ola bilər, hansısa formada buna başqa don geyindirmək istəyənlər olar. Güya ki bu millilər, güya ki milli təfəkkürdə olanlar bəzən bu qələbəyə də şübhə salmaq istəyirlər, amma bu bizim halal qələbəmizdir. Bu qələbədə bizim böyük rolumuz var. Amma biz bir neçə ildir ki, bu qələbəni zəfər qələbəmizdən sonra daha təmtəraqla, daha qürurla qeyd edirik. Çünki bu qələbə yarımçıq qələbə idi 2020-ci ilə qədər. Çünki bizim torpaqlarımız işğal altındaydı. Biz doğrudur, biz Azərbaycan xalqı faşizm üzərində qələbədə böyük bir qalibiyyət əldə eləmişdi. Bu qələbənin əldə olunmasında böyük rola malik olmuşdu. Amma bizim torpaqlarımız işğal altındaydı və biz bu qələbəni sanki natamam şəkildə qeyd edirdik. 2020-ci ilin vətən müharibəsindən sonra 2023-cü ilin antiterror əməliyyatından sonra ki, bizim ərazi bütövlüyümüz və suverenimiz tam təmin olundu. Biz artıq həm də 9 mayı böyük qələbə qazanmış, zəfər qazanmış bir xalq kimi qürurla qeyd edirik. Bugün Moskvada bir parad keçirildi. Bir sıra dövlət başçıları iştirak etdi. Mən baxdım, Orta Asiya ölkələrinin liderləri oradaydı. Ermənistan baş naziri oradaydı. Çin lideri paradda iştirak edirdi və Rusiya prezidenti Vladimir Putin çıxış elədi, müəyyən mesajlar verdi. Bundan əvvəl Azərbaycan prezidentinin də paradda iştirakı ilə bağlı məlumat verilsə də dünən belə bir xəbər yayıldı ki, Prezident İlham Əliyev paradda iştirak etməyəcək. Biz bunun səbəblərinə də gələcəyik. Amma istəyirəm əvvəlcə bugünkü paraddan danışaq. Ümumiyyətlə, hər kəsi ora yığmaqla Putin nəyə hədəfləyirdi və xüsusilə Prezident İlham Əliyevin iştirakını da arzulayırdı. Bunun üçün hətta addımlar atdı, bunun üçün kimlərəsə xahişlərə göndərdi. Bilirsiniz, Kiril bundan əvvəl Azərbaycanda səfərdə olmuşdu. Mən onu təsadüfi bir səfər hesab etmirəm. Sanki vəziyyəti yumuşatmağa çalışırdı. Ümumiyyətlə, paradı izlədiniz. Nə təəssürat yarandı? Ukrayna parada mane olacağını demişdi, onun vurulacağını demişdi, amma heç bir qeyri-adi hadisə baş vermədi. İstəyirəm bu məsələlərə toxunasınız. Qısaca olaraq Putinin hədəfləri, çıxışında verdiyi mesajlar, sonra digər məsələlərə əlbəttə sizinlə birlikdə toxunacaq. Buyurun. Putin dünyaya göstərmək istəyir ki, mən tək deyiləm. Və çox təəssüf ki, bu belədir. Bu qədər dövlət rəhbərinin bu tədbirdə iştirakı yaxşı əlamət deyil əslinə qalsa. Çünki Ukraynanı darmadağın eləyən, öz işğalçılıq planlarını gizlətməyən, açıq şəkildə deyək ki, məqsədim köhnə Rusiyanı bərpa eləməkdir. Bəli. Köhnə torpaqları geri qaytarmaqdır. Bunu açıq şəkildə bəyan edir və onun bu tədbirində bu qədər ölkənin dövlət
liderləri iştirak edirlər. Və təbiidir ki, bu Azərbaycan prezidenti də bir qədər əvvəldən demişdi. Beynəlxalq hüquq yoxdur deyir. Hər şeyi güc həll eləyir. Bu onun sübutudur. Güclü dövlət istədiyini eləyir və qınağa tuş gəlmək əvəzinə görürsünüz nə qədər dövlət sənin yanındayıq deyirlər. Və parada gəlirlər. Nə cür təntənəli şəkildə təşkil eləmişdi. Qonaqların qarşılanması, görüşmək, onların deməli, veteranlarla bir yerdə əyləşmələri. Və açıq demək lazımdır ki, Rusiya bütün bunları bacarır. Digər tərəfdən Zelenskinin verdiyi bəyanatlar çox yanlış bəyanatlar idi. Sən bir şey eləyə bilməzsənsə, gücün çatmırsa, demə belə şeylər. Mən sizin təhlükəsizliyinizə təminat vermirəm deyib, müəyyən qədər hədələyirdi ki, siz orada kifayət qədər təhlükəli durumda ola bilərsiniz. Dünyanın 30-a yaxın dövlətinin batısını sən nə cür hədələyə bilərsən? Və belə bir addım atsan, sənin durumun nə cür olar? Nə ehtiyac var belə bəyanatlar verməyə? Çox təəssüf ki, bax, Zelenski yanlışları təkrar eləməkdə davam eləyir, Ukraynanı ağır duruma salmaqda davam eləyir və o da təəssüf doğurur ki, hələ Ukrayna xalqı tam ayılmayıb və dərk eləmir ki, Zelenski onu hara aparır. Azərbaycan prezidentinin iştirak etməməsi. Sən parad keçirdirsənsə, birincisi Azərbaycanla Rusiya arasında müəyyən məsələlər var ki, onlar həll olunmalıdır. İlk növbədə təyyarəmizin vurulması ilə bağlı. Açıq şəkildə sənə deyildi. Üzr istənməlidir, günahkarlar cəzalandırılmalıdır və təzminat ödənməlidir. Heç bir tədbir görünmür. Sən addım da atmırsan və özün zəng eləyib xahiş edirsən ki, Azərbaycan prezidenti parada gəlsin. Üstəlik, millət vəkilimizin deyək ki, millət vəkilinin geri qaytarılması günahı nədir? Onda heç biz gərək ümumiyyətlə Rusiyaya getmək barədə düşünməyək, çünki fəaliyyətimizin böyük hissəsi Rusiyanın tənqid olunmasıdır. Yəni bu qədər. Onda gərək Rusiyadan da bəzi deyək ki, deputatların, bəzi siyasətçilərin Azərbaycana gəlməsinə imkan vermək ki, axşama qədər bizim əleyhimizə ağıllarına və ağızlarına gələn danışırlar. Elədir. İndi elələri var ki, təbiidir ki, biz onları buraxmarıq. Zatulin kimlərinin burada heç bir işi yoxdur. Ancaq indi kimsə tənqid eləyirsə, biraz tənqidə də dözümlü yanaşmaq lazımdır. İndi Amerika Birləşmiş Ştatlarında biz tənqid eləyirik, Qərbi də tənqid eləyirik, ancaq orada belə hadisələr baş vermir. Üstəlik, tənqidçilər içərisində ən az tənqid eləyənlərdən biridir. Azərbaycanlı. Bəli. Yəni elə bir şey də deməyib, hansısa deputatın yersiz çıxışına reaksiya verib. Bunun üstündə sən, ya əvvəlcədən də xəbərdarlıq eləmək olardı, heç gəlməzdi. Heykəl açılışına, Ulu Öndərin heykəlinin açılışına gəliblər və belə bir hörmətsizlik eləmək. Tək o deputata yox, Azərbaycana yox, həm də bu xalqın milli liderinə hörmətsizlik eləyiblər. Orada söhbət Ulu Öndər Heydər Əliyevin anadan olmasının növbəti il dönümü ilə bağlı keçirilən tədbirdən gedir. Sən bu tədbirə mənim millət vəkilimi buraxmırsan, sonra da deyirsən ki, sən parada gəl. Üstəlik burada ikinci məsələ də var. Nə qədər vaxtdır ki, Trump təklif edir ki, 30 günlük atəşkəs elan olunsun və danışıqlara başlanılsın. Rusiya da bundan qaçır. Yaxşı, sən bu qədər dövlətin rəhbərini yığırsan Moskvaya. Və o da aydındır ki, bu PUA hücumlarının qarşısını almağa gücün çatmır. Raketləri də bəzən vurursan, bəzən vura bilmirsən. Bu vəziyyətdə, əgər sən parad keçirmək istəyirsənsə, o paradın xatirinə, o 80 illiyin xatirinə, o dövlət başçılarının təhlükəsizliyi üçün 30 günlük atəşkəsə get. Yox, 2 günlük mən atəşkəs elan edirəm. Tədbiri keçdim, tutarım, ondan sonra bildiyimi eləyim. Gün yarımlıq atəşkəsə gedirəm. Sən əla salıbsan insanları. Yəni bu cür qeyri-ciddi yanaşan dövlət başçılarına bu cür elə qarşılanmadan da görünürdü ki, o bir Çinin rəhbərini hörmətlə qarşıladı və onunla bir yerdə də getdi. Yəni sən Rusiyasan, sən bu cür ritualları qurmağı bacarırsan, dövlət başçılarını hörmətlə qarşıla. Onları hörmətlə yola sal. Çoxu da o qədər anlamırdı ki, sonraki hərəkət nə olmalıdır? Durub baxırdı da göstərdi ki, gedin o tərəfə. Bu cür olmaz ki, bir-iki addım da özün gedə bilərsən onunla bir yerdə. Elə eləməlisən ki, sənə qonaq gələn dövlət başçısı hörmətsiz duruma düşməsin. Ancaq mən sizə deyim ki, çox elə o cür vəziyyətə də düşdü və mən heç bilirəm ki, bu şəraitdə
Bir tərəfdən müharibənin davam elədiyi dövrdə ki, Azərbaycan həmişə açıq şəkildə deyib ki, biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Dolayısıyla Rusiya işğalçıdır. Rusiya işğalçıdır. Və hətta cənab prezident sonuncu dəfə bir bəyanat da verdi. Dedi ki, bu müharibəni qurtarmağın bir yolu var. Təslim olmaq. Kapitulyasiya aktına qol çəkməyə məcbur eləmək. Bunun üçün də sərhəddə qədər qovmaq lazımdır. Bu aydındır ki, bu söhbət Ukraynadan getmir. Heç Rusiyanın ona gücü də çatmaz. Ancaq işğalçını vurub qaytarmaq lazımdır düz sərhədlərə qədər. Təəssüf ki, Ukraynanın ona gücü çatmadı. Təəssüf ki, Qərb növbəti dəfə özünün satqın mahiyyətini ortaya qoydu və nə qədər güvənilir olmadığını bir daha göstərdi və son nəticədə Ukraynanın artıq bu müharibədən istədiyi nəticə ilə çıxmaq şansı demək olar ki, yoxdur. Və Azərbaycan da həm bir tərəfdən Ukraynaya hamıdan çox yardım göstərən keçmiş ittifaq deməli respublikalarından biridir. Açıq şəkildə daim öz mövqeyini ortaya cəsarətlə ortaya qoyan yeni dövlətlərdən biridir və mən hesab edirəm ki, bu addım da bizim o yeritdiyimiz siyasətin, siyasi xəttin davamıdır. Siz haqlı olaraq qeyd etdiniz ki, bu paradla Putin göstərdi ki, doğrudan da bu dünyada tək deyil. Bəli. Yəni, ay Rusiya təklənib, ay Rusiya dünyadan təcrid olunub, Rusiyanı heç kim müdafiə eləmir, gör neçə ölkənin lideri oradadır. Bundan əvvəl BRICS-in tədbirində də Bəli. indiyə qədər olmayan qədər 30-dan artıq dövlətin Orta Asiya ölkələrinin liderlərin demək olar ki, hamısı oradaydı. Tacikistan prezidentini mən orada gördüm, Qazaxıstan prezidentini şəkillərdə, videolarda gördüm. Türkmənistan oradaydı. Mən görmədim. Şavkat Mirziyoyev getmişdi, Özbəkistan oradaydı. Hə, o da iştirak edib. Ermənistan baş naziri, Çin lideri, Vyetnamın rəhbəri, deyəsən Azərbaycandan birbaşa ilə ora parada getmişdi. Sonra Avropadan Serbiya prezidenti Vučić oradaydı. Hətta onun təyyarəsi Bakıya düşmüşdü, sonra Moskvaya getmişdi. Yəni, bəli, sizin dediyiniz kimi Putin göstərdi ki, o dünyada tək deyil və bu dünya üçün yaxşı heç nə vəd eləmir. Yəni, Rusiyanın güclənməsi həm dünya üçün təhdiddir, həm Orta Asiya üçün təhdiddir, həm də Qafqaz üçün təhdiddir. Biz bu məsələlərə də toxunacağıq, amma mən istəyirəm biz Ukrayna məsələsinə bir toxunaq. Ondan sonra keçəcəyik Azərbaycan prezidentinin Rusiya səfər etməməsi və Rusiya mediasında artıq başlanan kampaniya, eyni zamanda Rusiyanın hansı təxribatları törədə biləcəyi ehtimallarından da danışacağıq. Atabəy, Putin çıxışında müəyyən mesajlar verdi. Düzdür, Ukraynanın adını çəkməsə də, amma müəyyən o fikirlərində birbaşa ora işarə edir. Çünki Putin xüsusi əməliyyatdan danışdı və nasistlərin Sovet İttifaqını ələ keçirmək planları ölkənin əsl dəmir birliyi ilə alt-üst oldu. Xalqın qəhrəmanlığı kütləvi idi. Bütün respublikalar müharibənin ümumi ağır yükünü daşıyırdı. Əvvəlki dövrdən təbii ki, danışırdı Putin. Amma sonraki çıxışında da qeyd edir ki, bu nasistlərin, bu faşistlərin bugünkü davamçıları da var və Rusiya onlarla da mübarizə aparacaq. Doğrudanmı Zelenski Putinin iddia etdiyi kimi o faşizm ideyasının daşıyıcısıdır və Ukraynadakı hakimiyyət Putin iddia etdiyi kimi o faşist və nasistdirmi? Yəni Putin niyə belə iddialar irəli sürür? Öz deyək ki, işğalına bəraət mi qazandırmaq istəyir, yoxsa doğrudanmı ortada nəsə bir ciddi siqnallar var? Təbii ki, yoxdur. Ona qalsa ilə Rusiyanın özünü də faşist dövlət elan eləmək olar. Bəlkə buna daha çox əsas var. Çünki orada da kifayət qədər bu cür təşkilatlar var. Bəli. Var və rahat da fəaliyyət göstəriblər indiyə qədər. Sadəcə olaraq öz işğalçılıq əməllərinə haqq qazandırmaq üçün bu amildən də istifadə edir. Çünki Avropada da bu cür düşünən adamlar var ki, nasizm təhlükəlidir və həqiqətən də təhlükəlidir. Onun əzizələrini də hamı çəkib. Və durub indi Ukraynanın belə bir dövlət elan eləmək, demək ki, mən gedirəm orada denasifikasiya aparmağa, oranı abıra salmağa, bu təbii ki, qeyri-ciddidir. Putinin əsas məqsədi Ukraynanın ən azı böyük hissəsini nəzarətə götürmək idi.
mümkün olsaydı tamamıyla tabii ki götürmək istəyir, tabii onu gücü satmadı. Və onun NATO'ya qəbul olmasının qarşısını almaq idi. NATO'nun demək ki, sərhədlərə daha çox yaxınlaşmasına mümkün qədər mane olmaq idi. Ancaq baxmayaraq ki, deyək ki, Finlandiya üzv oldu, o qədər də kəskin reaksiya vermədi. İsveç üzv oldu. Əgər sən sərhədlərinə yaxınlaşmağından narahatsansa, ona da reaksiya verəydin. Söhbət görünür, burada ondan gedir ki, bunu Putin açıq şəkildə də dedi. Deməli, 2022-ci il sahibkarlarla görüşdə açıq şəkildə dedi ki, Pyotr Rusiya torpaqlarını toparlayıb, gücləndirib Rusiyanı. İndi o missiya deyir, bizim üzərimizə düşüb. Rusiya torpaqlarını qaytarmaq və gücləndirmək. Çox təəssüf ki, reallıq bundan ibarətdir. Putin Rusiya torpaqları deyəndə Ukraynanı da nəzərdə tutur, Belarusu da nəzərdə tutur, Mərkəzi Asiya dövlətlərini nəzərdə tutur və təbii ki, Cənubi Qafqazda olan müstəqil dövlətləri nəzərdə tutur. Amma bu SSR-ni yox, artıq Çar Rusiyasını bərpa etmə arzusunda. Ən maraqlısı budur ki, bunu özü də etiraf edir. Deyir ki, senin dağılmasına ağrımayan adamın ürəyi yoxdur. Seni əvvəlki formada bərpa eləmək istəyənin ağlı yoxdur. Bu birinci çıxışında deyil, hələ 2014-cü ildə. 14-15-ci illərdə bu mətbuat konferanslarının birində belə bir bəyanat verdi. Yəni, bərpa eləmək lazımdır, ancaq əvvəlki formada, yəni Sovetlər formasında yox. İndi də deyir ki, biz Rusiya torpaqlarını qaytarmalıyıq və möhkəmləndirməliyik. Bunu da 2022-ci ildə deyil. 2022-ci ilin iyununda gənc sahibkarlarla görüşdə. İndi hansı formada bərpa eləmək istəyir göz qabağındadır. Yəni keçmiş Rusiyanı hansı formada bir dövlət şəklində birləşdirmək istəyir. Və burada təbiidir ki, Ukraynanın rolu xüsusidir. Elə Brzezinski deyirdi ki, Rusiya Ukraynasız Asiya imperiyası ola bilər. Ancaq Avrasiya imperiyası olmaq üçün mütləq Ukrayna orada olmalıdır. Çünki Ukrayna Avropanın ən böyük dövlətlərindən biridir ərazisinə görə. Yəni Ukraynaya hücum həm də Putinin böyük planlarının bir tərkib hissəsidir. Yəni bu cür qiymətləndirmək lazımdır. Və biz bunu bilməliyik. Və biz bilməliyik ki, Rusiyanın Ukrayna hücumu təkcə Ukraynanı ilhaq eləmədən, Ukraynanı ələ keçirmədən, onu ram eləmədən Putin o arzuladığı o böyük Rusiyanı, o Çar Rusiyası ki, deyirik ki, onu qurmaq istəyir. Onu qura bilməz əlbəttə ki. Və ilk addım kimi Ukraynanı deməli bəhanə elədi. Müəyyən bəhanələrlə hücuma keçdi. Biz sevinməliyik ki, arzuladığı kimi getmədi. Elan eləməsə də, bəyan eləməsə də. Misal üçün Putin hücuma keçəndə indi hərdən deyirlər ki, Rusiya uddu yoxsa uduzdu. Rusiya deyir, bütün Ukraynanı tutmaq istəyirdi. Elə bəyanatı yoxdur. Açıq şəkildə demir ki, mənim məqsədim Ukraynanı tutmaq və hakimiyyəti dəyişməkdir. Ancaq parad formaları vermişlər əskərlərə ki, Kiyevdə parad keçirilsin. Parada hazırlaşırdılar. Bu da reallıqdır. Ancaq burada bir şey var. Putinə yaxın dairələr belə fikirlər səsləndirdilər ki, ay Rusiya 3 günə, 5 günə, 1 həftəyə Kiyevə çatacaq falan. Bu fikirlər səslənir də Putinə yaxın deputatlar, siyasətçilər bu fikirləri səsləndirdilər. Ancaq burada bir şey var da, biz indi bəzi məsələləri də deməliyik. Müharibənin başlanmasından 2 həftə qalmış, Makronun Moskvaya səfəri oldu. 6 saat Putinlə görüşdü, danışdı və Putini razı saldı ki, sən 2 şərtlə bu fikrindən daşın. Çünki Putin özü də qorxurdu. Nə qədər özünü qorxmaz göstərsə də, Ukrayna hücum eləməyə qorxurdu. Bu da var. O 2 şərt nədən ibarət idi? Ukraynanın NATO'ya üzv olmaması və bir də Minsk 2 razılaşmasının icrası. Bu Minsk 2 razılaşmasını hamı tələb edirdi. Çünki BMT Təhlükəsizlik Şurasının qətnaməsindən bu təsdiq olunub. Və Amerikada, Fransada hamısı buna səs veriblər. Deməli, yeganə bir şərt var idi. NATO'ya üzv olmamaqla bağlı öhdəlik götürmək. Bundan sonra Makron Kiyevə getdi. Zelenskini də razı saldı. Və qərara gəlindi ki, deməli, fevralın 10-unda Almaniyada keçiriləcək görüşdə müşavirlər sənəd imzalasınlar və müharibənin qarşısı alınsın. Fevralın 10-unda Ukrayna imtina elədi. Çox təəssüf ki, imtina elədi. Çünki Zelenski qərbdən yönəldirdilər və dedilər ki, olmaz. Ondan sonra bilirsiniz ki,
İstanbulda da razılaşmaya qoymadılar getsin. Baxmayaraq ki, təklifi Zelenski vermişdi. Yəni o həmin o İstanbul razılaşmasının müəllifi Zelenski idi. Təklifi verdi. Rusiya da istəmədən ola bilsin ki, razılaşdı. Ancaq son nəticədə indi bəhanə edir ki, Zelenski razılaşmadan çıxdı. Yəni sona qədər getmədi və razılaşma imzalanmadı. Ukrayna üçün çox əlverişli şərtlərlə həmin o iki razılaşma imzalansaydı, Ukraynanı müharibədən qorumaq olardı. Qorumaq bizə nə verərdi? Aydındır ki, 2022-ci ildə olmasa da 2025-də yəqin ki, hücum eləyərdilər. Ancaq hazır deyildi Ukrayna. Və müəyyən təminatlar almamışdı. Bax, indi görürsünüz, çırpına qalıb. Havaya deyək ki, grantlar şəklində veriblər Amerika Birləşmiş Ştatları. Trump deyir ki, bu sənə borc vermişik, qaytar. Belə söhbət olmuyor baxı. Belə söhbət olmuyor. Sən mənə deyibsən ki, bu grantdır. Ya ən azı böyük hissəsi grantdır. Hətta xərclənməsini də şübhə altına alır. Deyir, biz onu yoxlayacağıq, 350 milyard pul O vermişik. Zelenskinin zəif yeridir. Çünki yeyintilər kifayət qədərdir. Çox təəssüf ki, Ukrayna hakimiyyətində hətta bu müharibə dövründə korrupsiya kifayət qədər geniş yayılıb. Çox təəssüf və hər dəfə Zelenskiyə bu cür bəyanatlarla təzyiq göstərir. Zelenski davranışında da hiss olunur ki, qorxduğu məqamlar var. Əvvəlcə cəsarət göstərir, meydan oxuyur, qaydandan sonra gəlir fikirləşir, üzr istəyir, təzədən başlayır. Yəni Ağ evdə olanlara və sonrakı proseslərə nəzər salsaq kifayət. Və ona görə mən hesab edirəm ki, biz Azərbaycan əhalisinə də bunu çatdırmalıyıq. Rusiya işğalçıdır, bunu gizlətmir. Rusiya təhlükəsindən biz özümüzü qorumalıyıq və Ukraynanın yanında olmalıyıq. Bunu da heç vaxt gizlətməmişik və Azərbaycan prezidenti həmişə bəyan edib bunu. Ancaq Azərbaycan üçün təhlükə olan nədir? Zelenskilər siyasətdə olmamalıdır. Zelenskilər dövlət idarə eləməməlidirlər. Və bizdə qorxulu məqam odur ki, bir Zelenski heyranlığı var. Çıxdı, Trump'ın cavabını verdi. Sonra nə oldu? Bundan Ukrayna bir şey kazandı mı? Yok. Şərtlər biraz da ağırlaşdırır. Yəni biz hələ də bu emosional davranışlara çox dəyər veririk, qəhrəmanlaşdırırıq və o təhlükə var ki, sabah Azərbaycanda da bir artist çıxar ortaya. Xalqın xoşuna gələn sözləri deyər və görün Ukraynadan nə qalıb. Ərazisinin hardasa 20% işğal olunub. Bundan sonra 50 il lazım ki, Ukrayna əvvəlki vəziyyətə gələ ya gəlməyə. Hə, üstəlik burada bir şey var. Rusiya sülhə getmək istəmir. Niyə? Çünki irəliləyir. Bir tərəfdən Trumpla münasibəti müharibə dayansa da olduğu yerdə dayanacaq. Yəni bu münaqişə uzun müddət davam edəcək. Döyüşü dayandıra bilərlər, amma münaqişə həll olunmayacaq. Məsələ bundadır ki, onu da dayandırmaq istəmir. Deyir, mənim işlərim yaxşı gedir. Trump'ın da Putinə təsir imkanları azdır. Mən neftin qiymətini salaram, mən səni çökdə bu alınmır da. Eləyə bilirsən elə. Elə. Artıq təşəbbüsü ələ alıb. Dayanmaq istəmir və mümkün qədər Odessanı da götürmək istəyir. Çünki Primakovun doktrinası var idi ki, biz Novorossiyanı özümüzə birləşdirməliyik. Yəni Donetski, Luganski və Odessanı. Ondan sonraki mərhələ Moldovadır. Çünki Odessa tutulandan sonra Moldovanı da işğal eləmək daha asandır. Yəni Putinin kifayət qədər işğalçı planları var və çox təəssüf ki, Zelenskinin yanlış addımları gətirdi, bura çıxartdı. Və indi o prosesləri izləməyən adamlar, özünə zət verib heç nə öyrənməyən adamlar. Zelenskinin ən azandı budur. Zelenskini qəhrəman elə. Gördü Zelenski nə cür danışdı Trump'la. Sonra nə oldu, onu deyən yoxdur. Zelenski nəyin üstündə dav elədi? Dedi ki, ateşkəsə getmə. Trump'a dedi ki, getmə ateşkəsə. Məni Putin 25 dəfə alladı. Getmə ateşkəsə. Sonra nə elədi? Özü gedirdi ateşkəsə. Zelenski'dən danışırsınız və yaxşı da bir fikir səsləndirdiniz ki, sabah Azərbaycanda da bir artist çıxar. Ona görə də Zelenski heyranlığına təhlükəlidir. Yeri gəlmişkən mən bunu oxumaq istəyirəm. Bir tamaşaçımız yazır ki, biz şükür etməliyik ki, İlham Əliyev kimi prezidentimiz var. Yəni doğrudan da əgər Azərbaycanın rəhbəri İlham Əliyev kimi qüdrətli bir lider olmasaydı, Zelenski kimi bir adam olsaydı, Qafqazda da, Ukraynada yaşananlar yaşanmışdı və bizi məhv eləmişdilər. Abdabam, növbəti perspektivdə nə gözləyirsiniz? Təhlilləriniz nədən ibarətdir? Rusiya hara qədər gedəcək və Qərbin susqunluğu Putini Kiyevə qədər getməyə
ruhlandıracaqmı və Avropanın burada mövqeyi necə olacaq? Çünki əgər Ukrayna düşərsə, tamam işğal olunarsa bu Avropa üçün böyük bir faciə. Mən güman edirəm ki, Ukraynanın tamam işğal olunmaq təhlükəsi yoxdur. Yəni Kiyevə qədər Putinin buna gücü çatmaz. Aha. İndiki şəraitdə ən böyük istəyi odur ki, bir tərəfdən Dnipropetrovsk'ı tutsun. Çünki Ukraynanın sərvətlərinin hardasa 70% bu işğal altında olan 4 vilayətdə, bir də Dnipropetrovsk ərazisindədir. Bir də Odessanı əgər gücü çata bilirsə, Odessanı götürmək Limandır da, o ona Qaradənizə çıxışını çox istəyir, Qaradənizə çıxışını bağlasın Ukraynanın. Əsas bunlara nail olsa, bu Rusiya üçün çox böyük qələbədir. Trump da bir tərəfdən deyir, Vladimir dayan, ancaq o bir tərəfdən də dayandırmaq üçün real addım atmır. Real addım nədir? Daha çox silah ver Ukrayna. Sən Ukrayna silah vermir hələ ki. Hələ köhnələrdən olan qalmış borcu verirlər. Bir də 50 milyonluq bir təklif verib. Hələ o da icra olunmağa başlamayıb. Sən silah verməsən, Vladimir'i nə cür dayandıra bilərsən? Bunun yolu budur. Ancaq bu bir tərəfdən də bu Trump'ın müəyyən qədər həm də xeyrinədir. Çünki Putin irəli getdikcə Zelenski daha çox güzəştlərə getmək məcburiyyətindədir. İndi güya bu nadir yer deməli elementlərlə bağlı razılaşma imzalayıblar. Əvvəl belə danışıldı ki, yalnız nadir yer elementləri ilə bağlı olacaq. İndi Ukraynanın bütün sərvətini ələ keçirmək istəyir və siz gəldi 8 səhifəlik bir sənəd göndərmişdi. Sonra da dedilər ki, biraz da çoxaldıb 80 səhifəyə çıxardım. İndi dünən Ukrayna Radası 8 səhifəlik bir sənədi təsdiq elədi. 8 səhifəlik. Yəni Amerika Birləşmiş Ştatları o planlarından imtina elədi. Təbii ki, yox. Hələ 2 sənəd də imzalanmalıdır və o sənədlər Radada artıq ratifikasiya olunmayacaq. Əsas məsələlər də orada yazılacaq. Yəni Ukraynanın demək olar ki, sərvətlərinin hamısı, bir hissəsi onsuz da Rusiyadadır. Təqribən 26 trilyondan biraz artıq sərvəti var Ukraynanın. Onun yarısı Rusiyanın işğal elədiyi ərazilərdədir. Yarısı. Yerdə qalan yarısında Amerika Birləşmiş Ştatları əl qoydu. İndi Ukrayna nə cür bərpa oluna bilər? İnvestisiya fondu yaradırlar. Bu hardasa yaxşı halda 10 ildən sonra işləyə bilər. Bu 10 ilə qədər Ukraynanı kim bərpa eləyəcək? O xarabalığa çevrilmiş, o gözəl dövləti nə günə qoydular? Hələ indi müharibə davam edir, ona görə tam onları çəkib göstərə bilmirlər. Demək istədiyim odur ki, Rusiya təbiidir ki, çox istəyir ki, mümkün qədər biraz da getsin. Ancaq Trump da buna uzun müddət göz yuma bilməz. Çünki vəd verib. 24 saata deyirdi mən müharibəni qutararam. İndi neçə aydır? 6 ay ən azı vaxt qoydu ki, 6 aya bu məsələni qutarmaq olar. Nə vaxtsa Trump Putini dilə tutub dayandırmalıdır və sülh sənədi imzalanmalıdır. Şərtlər də aydındır. Putinin şərtləri. Artıq Krımdan söhbət gedə bilməz. İşğal olunmuş 4 vilayətdən söhbət gedə bilməz. Krım rəsmi şəkildə Amerika Birləşmiş Ştatları tərəfindən tanınır. Rusiyanın ərazisi kimi. Yerdə qalan 4 vilayət ki, bunların da ərazisi de facto Rusiyanınki kimi tanınır. Ancaq hüquqi olaraq hələ ki Ukraynanın işğal olmuş ərazisi sayılır. Ancaq sən onu nə cür qaytararsan? Sən onu nə cür qaytara bilərsən? Avropa nə reaksiya verir? İndi bu da Avropanın mövqeyi məsələsi. Bu da önəmli daxil. Çünki Ukraynadan sonra Putin iştahası çoxalacaq və digər Avropa ölkələrinə də hücum eləyə bilər. Çox güman ki, ona getməz. Məsələn, Polşa təhlükədədir. Getməz ona. Ona getməz çünki Rusiya ona gedən ona da gedər. Rusiya çox böyük yara alıb. Rusiyanın iqtisadiyyatı, orası doğrudur. İqtisadiyyat çökür, hərbi potensialı zəifləyib, baxmayın müharibə aparır. Və 1 milyona yaxın canlı qüvvə itirib. Ölənlər və yaralananlar. O yaralananların da çoxu şikəst işlə yaramayan adamlardır. Yəni, bir müddət vaxt lazımdır ki, Rusiya o itirdiklərini bərpa eləsin. Ondan sonra təbiidir ki, həm bizim üçün təhlükə var, keçmiş ittifaq respublikaları üçün, həm də qonşular üçün təhlükə var. Ancaq indiki şəraitdə Ukraynadan dərhal sonra buna gedəcəyini güman eləmirəm. O birisi tərəfdən də xoşbəxtlikdən Putin əbədi deyil. İnşallah uzun çəkməz onun hakimiyyəti.
Çünki ancaq gələcəkdə yeni bir Varisi kim olacaq yeni bir və o Putin nə çıxacaq. düşünəcək, Ha. o artıq ciddi sualdır. O da bir başqa məsələdir. Ancaq adətən bu cür avtoritar prezidentlərdən sonra o qədər güclü şəxslər gəlmirlər. Biraz daha demokratik adamlar Və hakimiyyətə məcbur gəlir. olurlar ki, Amerika ilə, Avropa ilə dil tapsınlar. Çünki başqa cür iqtisadiyyatı dirçəltmək qeyri-mümkündür. Və Rusiya nə qədər ki, Amerika ilə, Avropa ilə normal münasibəti var idi, 2014-cü ilə qədər böyük sürətlə inkişaf edirdi. Ümumdaxili məhsulu 2 trilyon 300 milyard səviyyəsində idi. İndi hələ ora çata bilməyib. Təsəvvür edin, 10 ildən artıq vaxt keçib. Hələ o səviyyə çata bilməyib. Demək istədiyim odur ki, bunda yəqin ki, gələn adam düşünməlidir. Və mən hesab edirəm ki, müəyyən o təhlükələrin qarşısını almaq olar. Ancaq Avropanın mövqeyi məsələsi. Və baxın, Ağ Evdə qalmaqal oldu. Zelenski durub Londona getdi. Nə üçün gedirsən sən? Onlar sənə kömək eləyəcək adamlardır mı? İndiyə qədər bir şey veriblərmi? Onlar özləri təhlükəsizlikləri üçün Amerika Birləşmiş Ştatlarından xahiş edirlər ki, bizim təhlükəsizliyimizi təmin edin. Olan ordusu yoxdur ki. Onların Ən böyük ordusu olan Polşada 300 min demək quru qoşunları var. Sən Ukrayna belə götürəndə Avropanın ən güclü hərbi cəhətdən dövlətidir Ukrayna. Yəni bu bir tərəfdən də Türkiyənin təbii ki, həm də bu müharibədə Ukrayna ordusu çox ciddi bir peşəkarlıq qazandı. Rusiya. Həqiqətən. Rusiyanın qabağında dayandı. İndi hərdən görürsünüz deyirlər ki, Rusiya dünyanın ikinci ordusudur. Deyirlər, yox, bu belədir də. 50-dən artıq dövlət müəyyən qədər yardımlar göstərdi. Ancaq yenə də Rusiyanı məğlub eləmək olmur. 2023-2024-cü illərdə əvvəlcədən hətta NATO planlaşdırılmasından əks hücum reallaşmalıydı. Gedə bilmədi qabağa. Ukrayna qabağa getmədi. Onda Amerika başa düşdü ki, hətta yardımları artırsa da ola bilsin ki, Rusiyanı deməli geri vurub çarpmaq mümkün olmasın. Ona görə elə bir həvəslə də işə girişmədi. Avropanın məsələsi. Avropanın nəyə gücü çatar? Əgər Trump çəkilsə, Amerika Birləşmiş Ştatlarının yardımları dayansa, Avropa silahlarından Ukraynanı təchiz eləmək mümkün olarmı? Təbii ki, yox. Ortada rəqəmlər var. Ukrayna silahlarının 50-55%-ni özü verir. Yaxud pulla alır. 25%-i Avropanın payına düşür. 25%. 20%-i Amerika Birləşmiş Ştatlarının. Ancaq həmin o 25%-ində 70%-ni Amerikadan alır. Yəni Avropa Amerikadan alıb Ukraynaya verir. Deməli silah yoxdur. Yəni Amerika silah verməsə, Avropanın verəcəyi silahlar biraz da az. Üstəlik Amerikanın verdikləri ən vacib silahlardır. Bütün silahları da Ukraynaya verə bilməzlər ki, öz müdafiələri də çox hissəsində vermirlər. Misal üçün 2 milyon mərmi istehsal edirlər, cüzi hissəsini harca 1 milyondan biraz artırırlar. Özlərinə də lazımdırsa, özlərini də qorumaq üçün silah ehtiyac var. Yəni Avropa, Zelenski başa düşməlidir ki, Amerikanın yardımını heç kim əvəz eləyə bilməz. Üstəlik, 3 il müharibə ərzində Avropa Zelenskiyə hardasa 100 milyarddan biraz artıq yardım edir. 100 milyarddan biraz artıqdır. 120 milyard təqribən. 123 milyard. Ancaq Rusiya 240 milyard pul ödəyib. Onun 2 qatı. Neftə qaza görə. Yaxşı, sən Ukraynanı dəstəkləyirsənsə, bu nefti qazı niyə alırsan? Niyə alırsan? Çıxış yolu var mı? Almasan necə yaşasın? Biraz özünə əziyyət versin. Ukrayna dağılır. Başqa mənbələr də axtarmaq olar. Neft bir Rusiyada deyil ki, başqa ölkələrdən. Çıxış yolu nədir? Siz bu münaqişənin, bu müharibənin sonunu necə görürsünüz? Mən hesab edirəm ki, Rusiya... Sülh olacaqmı? Təbii, bu qaçılmaz bir şeydir. Artıq Rusiyada tükənir. Bu il kifayət qədər iqtisadi problemlər... Amma Ukraynanın əleyhinə bir sülh olacaqdır. Çünki artıq Krımdan söhbət getmir. Krım müzakirə mövzusu deyil. Digər ərazilərdə de facto Rusiya nəzarətində qalır, amma dünya tanıyır, daha tanısın. 30 il belə gedəcək. Gedir, indi nə vaxtsa geri qaytara bilər. Dünya 30 ildə Qarabağ tanıyırdı. Nə dəyişmişdir? Bax, bizdə vəziyyət başqa cürdür. Bax, indi Ukraynada da hərdən deyirlər ki, Azərbaycan variantını biz gedək. Bizim qarşımızda 2 dövlət var idi. Biri Ermənistan, biri də Rusiya. Rusiya işğal edib vermişdi Ermənistan. Bəli. Ancaq biz Rusiyanı müəyyən qədər neytrallaşdırdıq.
Ermənistan bizim üçün heç bir problem deyil. Ancaq Ukrayna qarşısında Rusiya dayanır. Rusiya güzəşli Ukraynaya getməyəcək axı. Getməz. İndi öz maraqları naminə Qarabağ məsələsində müəyyən neytrallıq nümayiş etdirdi. Amma Ukraynada o neytrallığı nümayiş etdirməyəcək. O birbaşa özü tərəfdir burada. Təbii ki, eləməz. Ona görə gələcəkdə bəlkə də Rusiyanın istədiyi namizəd seçilsə, Ukrayna, Belarus kimi Rusiyaya yaxınlaşsa, bəlkə də o 4 vilayəti hansısa formada bəlkə də qaytarmaq olar, bəlkə də. Yaxud ikisi bir hissəsini qaytarmaq olar. Krımdan söhbət gedə bilməz. Krım Rusiya üçün həddindən artıq əhəmiyyətli bir yerdir. Həm Qərb də artıq mövqeyini elan eləyib də. Amerika Birləşmiş Ştatları da tanıyandan sonra Rusiyanın elə bir problemi qalmır. Ancaq mən hesab edirəm ki, bu il yəqin ki, sülh baş tutar. Çünki baş tutmasa Trump özünü biabır eləyər. Sən vədlər verirdin. Sən dedin ki, özdə ən maraqlısı nədir? Müharibənin başlanmağında Biden'dən Zelenskini günahlandırır. Putin anlattılar deyir. Putin'e deyir söz vermiştiler, sonra anlattılar. Ben deyir Putin'i başa düşürəm. Sen kimi başa düşürsən? Niye başa düşür? Çünkü özü de artık Putinleşib. Görürsünüz Grenlandiyanı işğal eləməkdən Kanada, abşın bir ştat olmadı deyil. Yəni Putin'dən onun elə bir fərqi yoxdur. Eyni Ona təfəkkür haqq qazandırır da Putin. Yəni burada ehtimal budur ki, Ukraynanı güzəştlərə məcbur eləyəcək. Rusiyanı da dilə tutub deyəcək ki, burada iki dənə Ukrayna oldu da. Təbiidir. Bunun da günahkarı Zelenski. Zelenski başqa. Siz belə düşünürsünüz. Ən maraqlısı da budur ki, bunun ayrı başqa izahı yoxdur. Sənə müharibə ərəfəsində təklif olundu ki, bir dənə neytrallıq şərtini qəbul elə və səni o ərazidə ki, Krım təbii Krım heç vaxt müzakirə edilmir. 2022-ci ilə qədər, yəni o Rusiyanın xüsusi əməliyyat dediyi Ukrayna-Rusiya müharibəsi başlayana qədər də Rusiya müəyyən əraziləri götürmüşdü. Mən də onu demək istəyirəm. İndi Krımı Ukrayna prezidenti də öz ərazi bütövlüyünü qorumağa çalışır da. Təbii ki, çalışa bilərsən sən, ancaq gücünü də hesablamalısan. Söhbət nədən gedir? Elə ərazi bütövlüyünü müəyyən qədər təmin eləyə bilirdi. Həmin o Makron missiyasında dedi ki, Krımı müzakirə eləmirəm. Ancaq Donetskin və Luganskin təqribən 30%-ni Putin işğal eləmişdi. Dedi, mən buradan çıxmağa hazıram. Buradan çıxardıram qoşunları. Bir şərtlə ki, Donetsk və Luganska nəzərdə tutulduğu kimi Minsk 2 razılaşmasında xüsusi status verilsin. Ərazi bütövlüyü təmin olunur, Krım istisna olmaqla. Zelenski buna getmədi. İndi xüsusi status, yəni muxtariyyət falan istəyirdi. Ya necə? O sonradan Lavrov onun şərtlərini də dedi. Açdı, ancaq təbii ki, ola bilsin ki, azaltmışdı. Eyni şərtləri bizdə Qarabağda təklif eləmişdilər. Yadınıza gəlir, Moskvada elə bir variant oldu. Yəni mədəniyyətini inkişaf elətdirmək, dinini, dilini və s. Tələ idi də o. Burada da Ukrayna üçün tələ idi o. Yox, tələ oldu, olmadı. Hər halda bu sənin müəyyən qədər maraqlara cavab verir. Amma reallıq budur ki, siz də haqlısınız, nə mənada? Nə dəyişdi? Daha bərbad bir vəziyyət yarandı. 120 min İndi Ukrayna qalib gəlsəydi, öz işğal olmuş ərazilərini geri qaytarsaydı, indi biz haqq qazandırardıq Zelenskiyə də, Ukrayna rəhbərliyinə də ki, bəs bu adamlar haqlıydılar, mübarizə apardılar, döyüşlər və torpaqlarını işğaldan azad edilər. Amma nə baş verdi? Biraz daha artıq deyək ərazilər itirildi. Kurska girdi, nə oldu ki, itirdi? Kilometrə yaxın ərazi itirilib. Təsəvvür, yəni Azərbaycanla Ermənistan təqribən bir yerdə o qədər ərazi itirilib. Təbiidir ki, indi Trump ələ salır Zelenskini. Deyir, sən özündən 20 dəfə güclü dövlətlə müharibəyə gedirsən. Bir gücünü hesabla da. Gücünü hesablamadı çünki sənə güvəndi, sənin dövlətinə. Amerika Birləşmiş Ştatlarına güvəndi. Bir neçə dəfə sülhə getmək istədi, sən qoymadın. Daha doğrusu Amerika... Tarixə nəzər salmaq lazımdır. ABŞ indiyə qədər kimi axıra qədər dəstəkləyib? Bax, bu məsələdir. Zelenskinin ən böyük cahilliyi də bundadır. İkinci Dünya müharibəsində nə baş verdi? Ondan sonraki dövrlərdə hər zaman ABŞ öz maraqlarından çıxış edib son anda kimlərisə satıb, kimlərisə çətin vəziyyətə qoyub. Nə baş Ukraynada eyni şey oldu. Eyni şey oldu. Və çox pis vəziyyətə qoydu. Çox maraqlı bir yanaşmaydı. Abdurrahman, çox sağ olun. İndi biz keçək parad məsələsinə və Azərbaycan prezidentinin Rusiyaya getməməsinə və Rusiyanın artıq işartıları görünən aqressiyasına. İstəyirəm əvvəlcə bu məsələyə münasibət bildirəsiniz. Azərbaycan prezidentinin Moskvada keçirilən parada getməməsini necə dəyərləndirirsiniz?
və bu addımla Azərbaycan nə qazandı, nə itirə bilər? Təbiidir ki, bu Azərbaycan prezidenti ən məlumatlı şəxsdir. Ona məlum olan şeyləri biz bilmirik. Kənardan şəxsən mənə çox riskli addım kimi görünür. Düzünü deyim. Çünki Rusiyanın nəyə qadir olduğu göz qabağındadır. Və bundan sonraki dövrdə də Azərbaycana qarşı təxribatlar eləyə bilər. 90-cı illərdə bizim torpaqlarımızı Rusiya işğal eləmişdi. Təbii indi o Azərbaycan yoxdur artıq. Və o Azərbaycanın yanında müttəfiqi də var, Türkiyə də var. Artıq o işğalçılıq planları olacağını mən güman eləmirəm. Ancaq BMT Təhlükəsizlik Şurasının üzvüdür. Və antiterror əməliyyatı ərəfəsində BMT Təhlükəsizlik Şurasındakı müzakirələrdə həmişə Azərbaycan yanında olub. Bunu da etiraf eləmək lazımdır. Ancaq indi nəzərə alsaq ki, Fransa aktiv şəkildə anti-Azərbaycan fəaliyyət aparır və ermənilərin Qarabağa qayıtması məsələsini qoyur. Sabah bunu Təhlükəsizlik Şurasında qaldırsa, Rusiya da yəqin ki, onun yanında yer alır. Bu bizim üçün təhlükədir. Separatizmi alovlandırmağa cəhd göstərər. Xüsusilə əvvəllər məlumdur ki, Sadvalı nə cür maliyyələşdirirdi və nə cür çalışırdı ki, həmin bölgədə, Qusar bölgəsində müəyyən ixtisaslar çalsın. Bu planlar da var. Ancaq mən güman edirəm ki, Rusiya bu yolu tutmaz. Bu yolu tutmaz. Çünki kifayət qədər yaralı çıxıb müharibədən, hələ tam çıxmayıb. Və həm Azərbaycana, həm Türkiyəyə ehtiyacı var. Ehtiyacı var. O gücü də yoxdur. İkinci cəhb açmaq. Yox, təxribatlara gücü çatar. BMT Təhlükəsizlik Şurasında deyək ki, əleyhimizə müəyyən addımlar atmağa gücü çatar. Ancaq xeyr eləyər mi ona? Mən hesab edirəm ki, eləməz. Eləmədiyinə görə də hansısa formada bu aramızda olan o problemləri həll eləmək yolunu axtarmaq lazım. Bu da Rusiyadan asılıdır. Çox mu çətindir üzr istəmək? Sənin imkanın yoxdurmu təzminat vermək? Yəni insanları bu işdə təqsiri olan insanlara cəzalandırmaq. Yəni burada nə var ki, sən xatırlayın, Vətən müharibəsi dövründə indi yanlışlıqmı olmuşdu, təxribat mı olmuşdu? Heç araşdırmadıq da. Araşdırmadıq da. Naxçıvan istiqamətində helikopter vurulmasından bağlı məsələni mən qeyd etmək istəyirəm. Biz dərhal üzr istədik. Azərbaycan prezidenti dərhal üzr istədi. Təzminat verməyə hazır olduğunu bəyan etdi və təzminat da ödədik. Yəni təqsirim varsa... Eyni şey Türkiyədə elədi. Baxmayaraq ki, Türkiyənin təqsiri yox idi. Rus təyyarəçisi vurulmuşdu. Türkiyə sərhədini keçdiyinə görə vurulmuşdu. Və bütün dünya da dedi ki, Türkiyə haqlıdır. Hətta Rəcəb Tayyib Ərdoğan da bəyanat verdi ki, üzr istəyəcək adam varsa, o biz deyilik. Ancaq Rusiya ilə münasibətləri qorumaq xatirinə 6 aydan sonra üzr istədi. Özü də öz simasını qorumalıydı. Təyyarəçinin ailəsindən üzr istədi. Məktub ancaq prezident administrasiya aparatına göndərdi Rusiyaya. Sən də bir yol axtar. Sən də ailələrdən üzr istə, ən əsas odur ki, günahını etiraf elə. Bu Rusiyanın günahıdır. Sən bunu nə qədər çalışsan da buradan vəziyyətdən çıxa bilməzsən. Hadisə baş verəndən sonra xatırlayırsınızsa, Putin prezident Hamilevə zəng etdi. Üzr oldu. Amma hadisənin Rusiya ərazisində, Rusiya səmasında baş verdiyinə görə üzr istədi. Yəni güya qəsd olmayıb. Güya qəsd olmayıb. Nəsə hadisə baş verib. Fakt budur ki, burada bir qəsd olub. Bir neçə hava limanına həmin təyyarənin enməsinə imkan yaradılmayıb, imkan verilməyib və bizim o qəhrəman pilotlarımız, Allah onlara rəhmət eləsin, onların qəhrəmanlığı sayəsində o təyyarə dənizə düşmədi. Qazaxıstan Akta Beynəlxalq Hava Limanı yaxınlığında yerə çırpıldı və beləliklə biz hadisənin təfərrüatlarını öyrənə bildik. Bir neçə nəfər xilas oldu da. Əlbəttə ki, bir neçə nəfər də xilas oldu. Çox nadir hadisələrdən biri. İndi siz demişkən üzr istəmək, o hadisənin günahkarlarını cəzalandırmaq Rusiya üçün bu qədərmi çətindir? Əgər sən bunu etmirsənsə, deməli sən düşmənçilik aparırsan mənim ölkəmlə. Bu, sən Azərbaycan xalqından üzr istə. Xalqın dediyiniz kimi, həmin o, deyək ki, orada dünyasını dəyişən insanlardan üzr istə. Bir yol axtar da, bir yol axtar da. Bunu etmirsən və bunun da, bundan sonra da Azərbaycan prezidentini parada dəvət edirsən, bir neçə elçi göndərirsən, şəxsən mənim açıq deyəcəm, Vučićin təyyarəsinin
hansısa hava şəraitinə görə Bakıya enməsinə mən o qədər də ehtimal etmirəm. Yəni Vučić Bakıya endi, bəlkə də xahişə gəlmişdi ki, bilirsiniz Vučićin Azərbaycan prezidentinə çox yaxşı münasibətləri var. Ola bilər xahişə gəlmişdi və siz iştirak edin, amma Azərbaycan prezidenti siyasi iradə göstərdi və bütün bu proseslərdən sonra ora getmədi və Azərbaycanın necə qüdrətli, güclü bir dövlət olduğunu sübuta yetirdi. Və bu təhlükələri hamımız fərqində olmalıyıq. Heç arxayınlaşmamalıyıq ki, artıq bizə heç kim dövlətçiliyimiz üçün problem yarada bilməz, yarada bilər və hamımız əldə elədiyimiz o böyük qələbələri qorumalıyıq. Azərbaycan yeganə ölkədir ki, separatizm problemini həll elədi. Xorvatiyanı da deyirlər, orada vəziyyət başqa cürüydü. Orada vəziyyət başqa cürüydü. Ancaq Azərbaycan baxmayaraq ki, 50-dən artıq dövlətdə bu separatizm problemi var və qanlı şəkil alıb. Həll eləyə bilmirlər. Biz heç açıq deyim ki, heç ümid eləmirdik ki, həll eləyə bilərik. Ancaq elədik. İndi onları qorumalıyıq. Təbiidir ki, qorumalıyıq və qorumağın da yolu nədir? Siyasətdə yanlış adamlara, siyasətdə təsadüfi adamlara dəstək verməməliyik. Başqalarının o gözü çıxan qardaşlardan nəticə çıxartmalıyıq. Siyasətçi yerində olmayanda çox böyük fəlakətdir. Dövlət üçün, bax Ukrayna göz qabağındadır. Bir adam bir dövlətin nə günə sala bilər. Və yeri gəlmişkən, Turan müəllim, bu müharibə ərəfəsində də Zelenski bir məsələ qaldırdı ki, Budapeşt memorandumunu qüvvədən düşmüş sayıram və nüvə silahı əldə eləmək üçün fəaliyyətə başlayırıq. Birincisi, adam Budapeşt memorandumunun mahiyyətini başa düşmür. Güya Ukraynanın nüvə silahı olub və o nüvə silahından imtina eləyib. Ukraynada 1700 nüvə başlığı var idi. İxtiyar Rusiyada bu nüvə başlıqlarına xidmət eləmək pul tələb eləyir. Haradasa 1700 nüvə başlığına ildə 20 milyard dollara yaxın vəsait lazımdır. 20 milyard. Qazaxstanda da 16 milyard təqribən xərc tələb olunurdu. Qazaxstanın dövrdə hərbi büdcəsi 2 milyard idi. Bu 20 milyard, 15 milyard hardan ala bilər? İxtiyar da Moskvada. Amerikada təzyiq göstərir. Çünki oradakı nüvə başlıqlarının hamısı Amerikaya yönəlib. Rusiya təbii ki, Amerikaya yönəltmişdi. Təzyiq göstərdi ki, bunlar hamısı ləğv olunmalıdır. Təzyiq göstərdi Ukraynada, Belarusda, Qazaxstanda. İndi Qərb mane olmasaydı Ukrayna nüvə dövləti ola bilərdi. Ola bilməzdi. Nə üçün? Çünki idarə Moskvadadır. Sən idarəçiliyi özün yaratmağın üçün hardasa 18 aya qədər sənə vaxt tələb olunurdu ki, sən özün o raketlərin idarə sistemini yaradasan. Ancaq o 18 ay sənə kim verərdi? Bax, misal üçün, Qazaxstan tutaq ki, ona getsəydi. İndi o oranı çıxardıb sata bilərdimi? O neft müqavilələrini imzalaya bilərdimi? Çıxtaş vəziyyətinə salardılar. Yəni, bunlar başa düşürdülər ki, bu raketlərdən onsuz da bunlara xeyir yoxdur. Bir. İkincisi, Amerika, o birisi nüvə dövlətləri kimə imkan verirlər ki, nüvə silahı yaratsın? O da İranın başına gələnlər göz qabağındadır. Yəni, imkan verməzdilər ki, Qazaxstan da özü idarə etməni əl alsın, öz sistemini yaratsın. İmkan verməzdilər. Ona görə Ukrayna razılaşdı ki, versin və Rusiyaların hamısını məhv elədi. O raketlər qalmadı, o nüvə başlıqları qalmadı. Onların hamısı Rusiya aparıldı orada, məhv edildi. Əvəzində Amerika Birləşmiş Ştatları 850 milyon dollar Ukrayna yardım elədi. Rusiya da dedi ki, mən də sənin atom elektrik stansiyalarına ucuz yanacaq verirəm. Eyni şeyi Qazaxstana dilədilər, Belarusa dilədilər. Yəni, indi deyirlər ki, Ukraynanın nüvə silahı var idi, Budapeşt memorandumunu gərək imzalamayaydı, imzalamasaydı Rusiya qorxardı. Onda Hindistanla Pakistanın da nüvə silahı var. Görürsünüz neynirlər? Heç düşünürlərmi ki, bunların nüvə silahları var? Düşünmürlər. Çünki başa düşür ki, nə Pakistan ona getməz, Ya Hindistan getməz. Bombalayırlar bir-birini. Sabah hətta ola bilər, müharibə də başlasın. Ki, ehtimal azdır. Şartlar artıq görünür. Ehtimal azdır, ancaq o da ola bilər. Demək istədiyim odur ki, nüvə silahı çox böyük dövlətlərdə əlində silah olur. Misal üçün, Rusiya təhdid edir nüvə silahı. Rusiya eləyir və onu qəbul eləyirlər. Koreya eləyir, çünki baxırlar ki, başındakının başı yoxdur.
yoxdur və bu addımı ata bilər çünki o O kəşfiyyat yolda işi. ehtiyat eləyirlər. Bax fikir verin. 2022-ci ildə sentyabr ayından noyabr ayına qədər Ukraynanın birinci əks hücumu çox uğurlu oldu. 80 min kvadrat kilometr, yəni Azərbaycan qədər ərazini azad elədilər. Noyabr ayında dayandı. Niyə dayandı? Rusiya nüvə silahı işlədəcəyini dedi. Amerika dərhal Yardımı dayandırdı. Ukrayna təzyiq göstərdi ki, dayandırdı. Ondan sonra irəli gedə bilmədi heç vaxt. Yəni belə dövlətlərin təhdidini inanırlar. Ancaq o Pakistana görürsünüz, Hindistan hücum eləyir. Əmindir ki, orada nüvə silahından bağlı hiçbir şey ola bilməz. Çünki Pakistanın rəhbərliyi də kifayət qədər ağıllıdır. Başa düşür ki, o istifadə eləsə, Hindistan da istifadə eləyər. Bu da ikisinin də sonu olar. Bəli, böyük bir faciə gətirib çıxara bilər. Abdullah müəllim, Rusiya mediasında artıq Azərbaycanı hədəf alan yazılar dərzinə başlanılıb və belə iddia olunur ki, güya Azərbaycan prezidenti Qərbin, xüsusilə Amerika Birləşmiş Ştatlarının diktəsi, nə bilim axı, deyək ki, istiqaməti ilə Moskvadakı paradda iştirak eləməyib. Təbii ki, bu belə deyil. Biz bunu bilirik. Azərbaycan prezidentinin Moskvadakı paradda iştirak etməməsi həm ölkə daxilindəki tədbirlərlə əlaqəlidir. Görünür, sabah çox ciddi tədbirlər gözlənilir ki, bugün may ayının 9-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli liderimizin Fəxri Xiyabandaşı məzarını ziyarət etdi. Bilirsiniz ki, hər il may ayının 10-da bu ziyarət gerçəkləşir Ulu Öndərimizin doğum günündə, amma bugün oldu və artıq Azərbaycan prezidenti Şuşada bir sıra açılışlara qatılıb. Görünür, sabah daha ciddi tədbirlər gözlənilir. Belə ehtimallar var ki, Türkiyə prezidentinin Azərbaycana səfəri gözlənilir. Ola bilər Laçın Beynəlxalq Hava Limanının açılışı olar. Bu da yəni gözləntilərdir, dəqiq bir məlumat yoxdur. Və eyni zamanda Rusiyanın Azərbaycana qarşı atdığı addımlar və bizim təyyarəmizin vurulmasından sonra buna heç bir reaksiya verməməsi, millət vəkilimizə qarşı yönələn hərəkət, bütün bunlara adekvat cavab olaraq Azərbaycan prezidenti parada getməkdən imtina etdi. Rusiya mətbuatının bu prosesi qərbə yönləndirməsinin arxasında nə dayanır, məqsədləri nədir? Əslinə qalsa, deyəcəkləri başqa söz yoxdur. Rusiyada da yaxşı başa düşürlər ki, Azərbaycan keçmiş ittifaq respublikaları içərisində ən müstəqil dövlətdir. Və baxın, İsraillə bizim münasibətlərimiz və Türkiyə-İsrail münasibətləri. Hətta burada da biz öz müstəqilliyimizi saxlayırıq. Türkiyə qardaş dövlətdir, bizdən ötürü hər şeydir. Ancaq eyni zamanda İsrail də bizim dostumuzdur. İsrail də bizim dostumuzdur. Biz istəyirik ki, o iki ölkə arasında yaxşı münasibətlər olsun. Hətta bunun üçün Azərbaycan prezidenti çaba göstərir, çalışır. Amma İsrail dostumuz, Türkiyə də qardaşımız. Hərdən bizi Türkiyə mətbuatı da tənqid eləyir. Yəni, bu kifayət qədər mürəkkəb məsələlərdir. Azərbaycanın bu müstəqil siyasətindən, müstəqil mövqeyindən Türkiyə də faydalana bilər. Və bunu Türkiyədə ola bilər kimlərsə elə başa düşə bilmirlər. Yaxud Amerika Birləşmiş Ştatlarına qarşı heç kimə sir deyil ki, sülh sazişinin əsas hissəsi Amerika Birləşmiş Ştatlarında və Avropada, Avropa Birliyinin rəhbərliyi tərəfindən bir yerdə işləndi, hazırlandı və Ermənistanı məcbur elədilər müəyyən güzəştlərə. Praqa, misal üçün, razılaşması Şarl Mişelin və Amerika Birləşmiş Ştatlarının təzyiqi nəticəsində oldu. İlk variant, Washington variantı çıxdı ortaya ki, Ermənistanda da, Rusiyada da çox kəskin qarşılandı. Yəni, böyük iş gördülər. Ancaq nə vaxt ki, Azərbaycan əleyhinə bəyanat verdilər, Azərbaycan hər ikisini uzaqlaşdırdı vasitəçilikdən. Hər ikisini. Amerika Birləşmiş Ştatlarını da, Avropa Birliyini də. Bu qədər əziyyət çəkmişdilər. Və kim Fransaya qarşı Azərbaycanın tutduğu cəsarətli mövqe səviyyəsində mövqe tuta bilər? Elə bir şey ola bilərmi? Qeyri-mümkündür. Yaxud Amerika Birləşmiş Ştatları Biden hakimiyyəti dövründə. Buna görə durub demək ki, Azərbaycanı hardansa idarə edirlər. Təbii ki, bir başqa şey tapa bilmirlər. Deyə bilmirlər ki, biz düz eləmədik. Biz özümüzü bir tərəfdən dedik müttəfiqik. Müttəfiqlik birgə fəaliyyəti haqqında sənədə imza atdıq. Ancaq özümüzü müttəfiqliyə yaraşmayan tərzdə apardıq və təbii ki, Azərbaycan da buna reaksiya verdi. Və bundan sonra da bu reaksiya veriləcək. Sadəcə olaraq Rusiya biraz dəyişməlidir. Bu şovinist
Rusiyadan yaxa qurtarmaq lazımdır. Yekəxana, özünü dünyanın ağası sayan. İndi çox təəssüf ki, Ukrayna hadisələri biraz da onları daha çox yanlış yola yönəltdi. Çox təəssüf. Açığı da gördü ki, istədiyini eləyir və dünyada bu cür işğalçının qarşısını ala biləcək mexanizm yoxdur. Məlum oldu ki, BMT də işe yaramır. NATO da yaramadı. Amerika Birləşmiş Ştatları qorxdu da. Amerika Birləşmiş Ştatları da bu cür satqın mövqe tutdu. Ona görə mən hesab edirəm ki, Rusiyada ağıllı adamlar da var və onlar da nə vaxtsa başa düşərlər ki, ətrafındakı dövlətlər müstəqil dövlətlərdir. Azərbaycanın mövqeyi, Türkiyənin mövqeyi bir müstəqil dövlətin tuta biləcəyi mövqedir. Yoxsa sən hesab edirsən ki, Azərbaycan Türkmənistan kimi, Tacikistan kimi hərəkət eləməlidir. Onların durumu başqadır. Onların başqa problemləri var. Onların ola bilsin ki, öz qüvvələrinə inamı yoxdur o qədər də. Azərbaycan öz gücünü bilir. 44 günlük müharibədə də bunu gördü. Sonraki antiterror əməliyyatında da gördü. Və ən əsası Türkiyə-Azərbaycan münasibətləri. Azərbaycan prezidentinin Çinə səfəri çox uğurlu oldu və Çinin bölgəmizə daha çox nüfuz eləməyi də müstəqilliyimiz üçün təminatlardan biridir. Bu da nəzərə alınmalıdır. Azərbaycan prezidentinin Moskvada keçirilən parada getməməsinin bir izahı var. İlham Əliyev milli maraqlara söykənən siyasət aparır. Azərbaycan gerçəkdən müstəqil dövlətdir. Heç bir ölkənin forpostu deyil. Bizim ölkəmiz müstəqil siyasət yürüdür. Müstəqil dövlət kimi özünü aparır və öz ləyaqətini də qoruyub saxlayır. Yəni indi elə Tural bəy, yeri gəlmişkən bizdə müəyyən qüvvələr deyirdilər ki, sülh sazişini imzalamağa Rusiya imkan vermir. Baxmayaraq ki, konstitusiya Ermənistan konstitusiyası dəyişməlidir. Dəyişməlidir, bəli. Tələbimiz var. Bu dəyişməsə qeyri-mümkün. Mümkün deyil. Güya ki, Rusiya qoymur, biz Rusiyanın komandasından hərəkət edirik. Mən isə bilirəm, bu həm də onlara kifayət ciddi qədər bir mesaj oldu. Cavabdır ki, baxın. Bəli, biz Rusiyadan idarə olunuruq, nə də Rusiyanın bizim ölkəmizə və ölkəmizin liderinə hansısa formada bir təsir imkanları var. Bu göründü ki, yoxdur. Verilişimizin sonuna doğru yaxınlaşırıq. Bir neçə sualım da olacaq. Qısa xahiş edəcəm, bunları cavablandırasınız. İndi təbii ki, baskılar artacaq. Yəni bu hadisədən sonra təxribatlar da qaçılmazdır. Rusiya Ukrayna məsələsini bitirməmiş, üzünü Qafqaza çevirə və burada hansısa bir addım ata bilərmi? Bilməz. Hətta bu çox ciddi sualdır. Ermənistana qarşı heç bir addım atmadı. Baxmayaraq ki, kifayət qədərində iqtisadi rıçaqlar var. Çox ciddi. Orada hərbi bazası var, sərhədçilər var, hər şey. Ancaq yenə də Ukrayna müharibəsinin davam eləməyini nəzərə aldı, Ermənistana qarşı səbri göstərdi. Təbii ki, ata bilməz. Ancaq biz hər halda hazır olmalıyıq. BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə müəyyən fəaliyyət göstərə bilərmi? Bilər. Bunun üçün Ukrayna müharibəsini bəlkə də gözləməyə də ehtiyac var. Ermənilərin yenidən Qarabağa qayıtmasına hansısa formada rəvac verə bilərmi? Rusiya bunun üçün çalışa bilərmi? Əlbəttə ki, verə bilər. Bu bizim üçün ciddi bir təhlükə olar. Əlbəttə ki. Bizim üçün ən böyük təhlükə budur. Biz bu təhlükələrdən necə sovuşturacağıq? Necə özümüzü sığortalayacağıq? Necə bu təxribatların qarşısını alacağıq? Bunun üçün birinci növbədə Azərbaycan-Çin münasibətlərinin inkişafı bizə çox böyük ümidlər verir. Çünki amma biraz öncə dediniz ki, indiki şəraitdə, indiki dövrdə Rusiyanın Türkiyə və Azərbaycana ehtiyacı var. Evet. Sizcə, yəni Türkiyəni də ayaqlayıb Rusiya bu addımlara gedərmi? Bu təxribatları törədə bilərmi? Təbii ki, getmək ehtimalı azdır. Ancaq nəzərə alsaq ki, Suriyada da bu ilin var Türkiyə ilə. Təbii də Türkiyədən son vaxtlar görürsünüz, uzun müddətdir görüşmürlər. Bir vaxtlar ən çox görüşdüyü dövlət başçısı idi Erdoğan. Tez-tez görüşürdülər. Hətta haqqında da çox belə bəlağətli fikirlər, ifadələr işlədirdi. Yəni çox güman ki, hələlik o addımları atmaz, ancaq nəzərə alsaq ki, yaxın vaxtlarda sülh sazişi imzalanma ehtimalı var. Bu Trump'ın bir siyasi dövlət adamı kimi ölüm qalım məsələsidir. Söhbət təkcə ondan getmir ki, Trump 3-cü dəfə arada istədi seçilsin, sonra fikrindən imtina elədi. Respublikaçıların prezident seçkilərinin udma məsələsi var. Bundan başqa konqresə seçkilər gözlənilir. Yəni, təbii ki, bunlar mütləq nəzərə alınmalıdır və Trump məcburdur bunları nəzərə alsın və hansısa formada sülhə nail olsun. Ona görə güman eləyirəm ki,
Rusiyada əgər görsə ki, çox irəli gedə bilmir artıq. Ukrayna kifayət qədər müdafiə olunur. Ola bilər ki, Putin də qərara gəlsin ki, artıq sülhə getmək lazımdır. Onsuz da işğal elədiyi ərazilər qalır onda. Yeri gəlmişkən Putin əsas tələbi nə idi? O, deməli, 4 vilayətin yalnız Luganskı tam tutub. Üçünün 75%, 75-80% işğal eləyib. Deyirdi ki, yerdə qalan da verin mənə, dayanım. Yəni, hətta ola bilər ki, Trump təzyiq göstərsin, Zelenskinin buna da məcbur eləsin ki, müharibə dayansın. Çünki Rusiya açıq şəkildə bu tələbləri qoydu və Trump da Putinin sülh planını icra eləməklə məşğuldur. NATO-ya üzv ola bilməz, açıq dedi, ola bilməz. İşğal olmuş ərazilər qaytarıla bilməz. Elə əlavə elədi ki, Krım müzakirə mövzusu deyil. Krımı da dedi, tanıyıram. Rusiya belə bir şərt qoymamışdı. Görünür, artıq bu iştah deyir, diş altındadır. Son görüşdə bunu deyib ki, Krımı da tanıyın, ona da getdi. Yəni, ola bilsin ki, haradasa 135 min kvadrat kilometr ərazini Rusiya de facto verib, sülhə nail olmaq mümkün olsun və Zelenski də neyə bilər, çarəsiz adamdır. Bütünlüklə Amerikadan asılı vəziyyətdədir. Amerika yardımı kəsilsə 6 ay, maksimum 1 il dayana bilər. Trump da açıq şəkildə deyir. Ya sülhə gedəcəksən, ya Ukraynanı itirəcəksən. Abdurrahman, sonuncu sualı vermək istəyirəm, amma bu sualı cavablandırmaya da bilərsiniz. Burada mən baxıram, şərhlərdə müəyyən fikirlər yazılır. Və siz açıq şəkildə deyirsiniz ki, Rusiya işğalçıdır və bunu çəkinmədən deyirsiniz, amma bəzi gerçəkləri də ifadə edirsiniz. Yəni, Rusiya böyük dövlətdir, Rusiya ayıdır, bundan zarafat eləmək olmaz, bundan ehtiyatlı davranmaq lazımdır. Niyə sizi Rusiyanın təbliğatçısı, Rusiyanın adamı kimi qələmə verirlər? Niyə bu fikirlər formalaşır? İndi ola bilər bir neçə nəfərin elə bir düşüncəsi qalıb. Təəssüf ki, bilirsiniz, insanlar fərqli düşünən adamları qəbul edə bilmirlər. Özlərinin düşüncəsinə görə ağ var, qara var. Ya deyəcəksən ki, Rusiya pisdir, hər şeydə pisdir, ya da deyəcəksən, yaxşı da olacaqsan, açıq Rusiyanın adamı. Mən olanları deyirəm. Hərdən yaxşı işlər görəndə deyirəm ki, BMT Təhlükəsizlik Şurasının iclasında bizi müdafiə elədi. Antiterror əməliyyatına mane olmadı. İndi nə deyək, deyək ki, vətən müharibəsində neytral qalmayıb, deyək ki, müdaxilə elədi. Maraqlısı budur ki, bax o tamaşaçılar da istəyirəm onu düşünsünlər. O adamlar ki, mən bu fikrimin əleyhinə gedirdilər ki, Rusiya kimdir ki, bizə mane olmasın, yaxud neytral olsun. İndi bəziləri deyir ki, məni deputat olmağa Rusiya qoymadı. Hadi Rusiya o boyda torpağa müdaxilə eləmir. Azərbaycana deyək ki, qarşı neytral mövqe tutur və imkan verir ki, biz böyük bir ərazini azad eləyək. Buna müdaxilə eləmir. Sənin deputatlığınla maraqlanır ki, sən seçiləsən, yoxsa seçilməzsən. Yəni, bu qədər cahil insanlar çox təəssüf ki, bax, belə hərdən dəstək də tapırlar. Olanı deməliyik. Əgər özümüzü Rusiyadan qorumaq istəyiriksə, Rusiyanın elədiyi hərdən yaxşı işləri də deməliyik. Öz başını eləməyib ki. Böyük diplomatik iş aparırlar. Təbii. Çox böyük işin nəticəsi bu. Rusiyanın neytrallaşdırır. Çox böyük siyasətdir bu. Böyük bir siyasətdir və böyük bir diplomatik məharətdir. Yoxsa illərdir, 10 illərdir Rusiyanı kim belə neytrallaşdırır? Prezident İlham Əliyevin bir sözünü həmişə misal gətirirdi. Deyir ki, İlham Əliyev mənə deyirdi ki, torpaqları azad eləmək istəyirsənsə, hər gün o barədə düşünməlisən və hər gün o istiqamətdə iş aparmalısan. İndi aparılan böyük diplomatik işi bir tərəfə atıb ki, Rusiyanı biz dəyişdirmədik, Rusiyanı müəyyən addımlara məcbur eləmədik, Rusiyanı neytral olmağa məcbur eləmədik. Bunu deməyək ki, kiminsə xoşuna gəlmir. Saakashvili yersiz hücum elədi. Tbilisə qədər Rusiya ordusu gəldi çıxdı. Xatırlayırsınız 2008-ci ildə. İndi biz 3 il, 5 il bundan qabaq bu əməliyyata başlasaydıq, müharibəyə başlasaydıq, çox böyük zərbə alardıq. 2006-cı ildə misal üçün dayanmaq məcburiyyətinə qaldı. Davam eləsəydik daha böyük ərazilər itirəcək. Amma o yeri gəlmişkən onu da deyim ki, deyirlər ki, Rusiya kimdir ki, bizə mane olsun, sonra da deyirlər ki, noyabrda bizi Rusiya saxladı, qoymadı Xan kəndinə girək. Bunu da deyirlər, onu da deyirlər. Rusiya elə ki, Amerika ilə, Fransa ilə birləşir, onda bizim üçün çətin olur. Ona görə biz öz liderimizə inanmalıyıq. Nəyi, nə vaxt, necə etmək lazımdır? Bunu Azərbaycan prezidenti çox ciddi işdir. İlham Əliyev bilir. Siyasət çox ciddi işdir və ciddi siyasətçilərə də gərək
dəyər verəsən, hörmət eləyəsən, Doğru. qiymətləndirəsən. Abdurrahman, çox sağ olun. Təşəkkür edirəm. Dəvətimizi qəbul edib studiyamıza gəldiniz. Bir saatdan artıq bir müddət ərzində biz çox ciddi bir müzakirə etdik. Hesab edirəm ki, indiyə qədər deyilməyən bəzi fikirlər səsləndirildi, gerçəklər səsləndirildi. Bəli, biz xalq olaraq, dövlət olaraq hər şeyə hazır olmalıyıq. Çünki Rusiyanın təxribatları qaçılmazdır, bunlar ola bilər. Və mən hesab edirəm ki, bu təxribatları neytrallaşdırmağın bir yolu da aqressiyadan qaçmaqdır. Biz özümüz də Rusiyaya qarşı o qədər də aqressiv mövqe Ölçüsünü biz gözləyirik. Ölçüsünü bəli biz gözləməliyik. Ay Rusiyanı asarıq, kəsərik, ay belə eləyərik, ay elə eləyərik. Yəni aqressiyanı artıracaq, münasibətləri korlayacaq bəyanatlardan, fikirlərdən də qaçmalıyıq. Amma ləyaqətimizi də qorumalıyıq. Deyək ki, bizə qarşı olacaq təxribatlara cavab verməliyik. Hansısa formada bizim ölkəmizin əleyhinə, hansısa media subyektində, media orqanında hansısa bir material, xəbər, yazı gedib sonra da biz mütləq cavab verməliyik. Bir daha minnətdaram, dəvətimi qəbul edib studiyamıza gəldiniz. Tamaşaçılarım sizə xatırladıram ki, studiyamızın bugünkü qonağı siyasi ekspert hörmətli Abtalib Səmədov idi. Proqramımız başa çatdı. Növbəti verilişlərdə görüşmək ümidi ilə. Hələlik.